turş konfet panika üçün sadə həll yoludur. Mütəxəssislər bildirirlər ki, narahatlıq və panika zamanı düşüncələr sürətlənir, bədən isə donur. Bu zaman diqqəti indiki an üzərinə cəmləmək üçün sadə üsullardan biri çox turş dadlı konfet yeməkdir. Kliniki psixoloqlar izah edirlər ki, turş dad beynin sensor sistemi vasitəsilə ani reaksiya yaradır. Bu diqqəti qarışıq düşüncələrdən ayrılaraq bədəni və zehni indiki anla əlaqələndirilir. Nəticədə ürək döyüntüsü normallaşır, nəfəs tənzimlənir və insan özünü daha stabil hiss eləyir. Psixoloqlar vurğulayır ki, bu üsul müalicə əvəzi deyil, lakin panika zamanı qısa müddətdə özünü toparlamaq üçün faydalıdır. Onlar bunu diqqət cəmləmə texnikası adlandırır və gündəlik stressin idarə edilməsində sadə və əlçatan üsul kimi tövsiyə edirlər. Bu metod ilə bağlı araşdırmalar Science Nature Page və kliniki psixoloqların elmi nəşrlərində yer alıb.